Bir insan gedir həkim olmaq üçün. Oxuyur 4 il, 5 il və yaxud da başqa bir peşəyə sahib olmaq üçün universitet oxuyur. Bu maşın işi də aşağı yuxarı belədir. Yəni ki, ay əlimə telefon açım, alım TikTok açım, başlayayım satışa, belə deyil. Sən ta ki bazarda, sektorda olan bütün modelləri, həmin modellərin komplektasiyalarını, doğru restyle, mühərrik növlərini və s. tam öyrənənə qədər sənin illərin keçir. Yəni burada 3 il, 4 il, 5 il baxsan ki keçir. Ona görə də yəni qıraqdan göründüyü qədər asan bir sahə deyil. Nəzərinizə çatdırım. Yəni öyrənməyin yaşı yoxdur, zamanı yoxdur. Mən TikTokda ümumiyyətlə bilgili insanlar görəndə mən onları heyranlıqla izləyirəm. Amma bilgisizlər görəndə, o ağzına gələn danışan, çayxana söhbətlər eləyənləri görəndə adam iyrənir. Buramı yatıran bloka həmin adamları. Yəni öyrənmək ayıb deyil, öyrənək gələn.